Değerli YouTube kanalımın izleyicileri, bugün size yeni yasamalda 3 otaqlı, yeni təmir olmuş, təmirdən sonra az bir müddət yaşayış olmuş, 135 kvadratlı, kupçalı və bir çox əşyalarla birlikdə satılan bir mənzili sizlərə çəkib təqdim edirəm. Mənzilimiz yeni yasamalda Albalı Uşaq Bağçasının yanında yeni tikili 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Hal-hazırda mənzilin geniş bir qonaq otağını sizlərə təqdim edirik. Çox gözəl bir mənzildir, bir çox əşyalarla birlikdə satılır. Baxın, təmir zamanı keyfiyyətli və bahalı inşaat materiallarından istifadə olunub. Ev sahibi özü üçün təmir edib, müəyyən bir müddət yaşayıb və hal-hazırda başqa əraziyə köçdüyü üçün mənzili satır. Orada mənzilimizin giriş qapısı yerləşir. Daxil olduqda sol hissədə tam boy tavana qədər yığılmış dərin bir dolab hissə yerləşir. Giriş qranit mərmər və istifolla təchiz olunub. Mətbəx, sanitar qovşaqlarda həmçinin bu sistemlə təchiz olunub. Baxın, belə bir giriş dəhlizsi var. Kifayət qədər geniş sahəyə malikdir. Və daxil olduqda tam qarşınızda belə bir geniş bir planda qonaq otağı yerləşir. İkili qapılı sistemlə təchiz olunub. Girişdə sağda belə bir güzgü hissə mövcuddur. Həmçinin burada mənzilin birinci sanitar qovşağı yerləşir. Kifayət qədər geniş sahəyə malikdir və lazım olan aksesuarlarla təmin olunub. Döşəmə istifolla təchiz olunub. Çox gözəl, geniş, auralı bir mənzildir. Həqiqətən də yaşamağa dəyər bir mənzildir. Burada mənzilin ikinci sanitar qovşağı yerləşir. Ev sahibi burana saxlanç kimi istifadə edir. İstəsəniz bura aksesuarları yerləşdirib tualet kimi də istifadə edə bilərsiniz. Həm saxlanç, həm də çamaşırxana kimi də istifadə etmək mümkündür. Burada mənzilimizin gözəl bir mətbəxi yerləşir dəyərli izləyicilərimiz. Baxın, gözəl bir mətbəx hissə mövcuddur. Döşəmə burada da qranit mərmər və istifolla təchiz olunub. Belə bir gözəl mətbəx hissədir. Baxın, çox genişdir, kifayət qədər sahəyə malikdir və burada mənzilin geniş bir eyvan hissəsi var. Eyvan hissə cam balkonla bağlanıb və burada gözəl bir gül ağacları əkilib. İstilik sistemi fərdi olaraq kollektor sistemi ilədir. Baxın, bütün otaqların isti döşəmələri və bu radiatora da buradan kollektor vasitəsilə təchiz olunur. Orada qardırob hissə var, saxlanç hissədə əlavə əşyalarınızı orada rahatlıqla yerləşdirə bilirsiniz. Baxın, gözəl bir eyvan hissə. Bir növ botanika bağını xatırladırır, amma mətbəx hissəni sizlərə təqdim elədim. Keçək vaxt itirmədən yataq otaqlarını da təqdim edək. Ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Burada mənzilin birinci yataq otağı yerləşir. Bu yataq otağından da az öncəki eyvana çıxış mümkündür. Mənzil qeyd edim, bir çox əşyalarla birlikdə satılır. Təmir çox gözəl, yeni təmirdir. Təmirdən sonra az bir müddət yaşayış olub. Ev sahibi başqa bir əraziyə köçüb, həmin ərazidə yaşayır. Bu mənzildə satışa təklif edir. Hal-hazırda mənzildə yaşayışlar yoxdur. Baxın, belə bir ikinci yataq otağıdır. Bu şəkildədir. Kifayət qədər geniş sahəyə və geniş plana malik otaqları mövcuddur. İndi isə keçək mənzilin giriş hissəsində mənzil haqqında ümumi məlumatı sizlərə qeyd edim. Mənzil Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Albalı Uşaq Bağçasının yaxınlığı, yeni tikili 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 135 kvadrat ümumi sahəyə malik, kupçalı, qazı, suyu, işığı daim olan bir mənzili sizlərə təqdim edim. Binada 2 sürətli lift, geniş həyət, yeraltı dayanacaq var. Yaxınlığında məktəb, bağça, yaşı obyektləri fəaliyyət göstərir. Marşruta və yola dayanacağa yaxın bir ərazidədir. 135 kvadrat ölçülü bu mənzilimiz 279 min manata satışa təklif olunur və real alıcıya da endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbət çəkişdə və mənzildə görüşənədək.